Həftəlik bürclər, balıqlar, xərçənglər, əqrəb bürcləri su ünsürlərinin 20 oktyabrdan 27 oktyabra doğru nələr gözləyir? Birinci balıqlardan başlayanda əslində qalsa belə bir söz deyim. Balıqlar bu həftə sürətiniz, enerjiniz normadan çoxdur. Yəni bu həftə çox aktiv vəziyyətdə olacaqsınız. Yəni belə deyim də öz dünyanızı, öz gələcəyinizi, öz planlarınızı quracağınız ən gözəl həftələrdən biridir balıqlar. Yəni bu həftə elə bir gözəl şansınız yaranacaq ki, tam istədiyiniz ev şəraitini, iş şəraitini, ailə, sevgi, maddiyyat şəraitini bu həftə yüksək səviyyədə qura biləcəksiniz. Yəni o cəhətdən uğurlu bir vəziyyətdə olacaqsınız. Amma həftənin sonlarına doğru o belə deyim də şəxsi həyatla əlaqədar olaraq qırılmalar, sevdiyiniz valideyniniz və yaxud da ailə üzvlərinizlə əlaqədar olaraq insanla bağlı bəzi problemlər olacaq ki, danışıqlarınız, sözləriniz, fikirləriniz insanları incidə bilər. Sizi biraz belə bir zaman çərçivəsində doğru geriyə sala bilər, yarımçılığı da normadan çox aktivləşdirə bilər. Yəni bu həftə balıqların ən böyük problemi beynində və ağzında olan sözlərin qeyri-taraz insanları incidici, insanları yarımçıq formada təsir etməsidir. Bunun qabağını ala bilsəz balıqlar həftə bizə həm maddi olaraq, həm dünyanı ələ almaqla, öz planlarınızla, beyin və məntiqinizlə əlaqədar olaraq həftəvizi 76%-ə qədər uğurlu edə bilərsiniz. Sağlamlıqla əlaqədar olaraq xoşuma gəlməyən məqam göz, burun sistemi, sifət və belə deyim də qəribə burada simptomlar sinirsə, simptomlar, tutulmalar var ki, onlar sizin bədən sağlığınızı zəiflətmiş bir şəkildə olacaq. Buna fikir versəz ümumi həftəni 76-77%-ə qədər uğurlu edə bilərsiniz balıqlar. Xərçənglərə gələndə isə xərçənglər o yarımçılıq, o qərarsızlıq çıxırsınız, dirçəlirsiniz. Çünki bilirsiniz də 2026-nın divlərindən biri də siz olacaqsınız. Başlayırsınız oktyabrın sonlarından noyabr, dekabra doğru rotanı ələ alırsınız. Özünüzü gücləndirməyə başlayırsınız. Xərçənglər, özünüzü çox ağıllı aparacaqsınız. Yəni çox dominant aparacaqsınız, çox emosional aparacaqsınız və evrenin sizə verdiyi maddisal şanslarla bu. Maddisal çox böyük şanslar verəcək evren bu ilin sonlarına doğru. Xərçənglər bu həftəyə doğru daxildir. Maddisal şanslar verir. Pul olaraq, şöhrət olaraq, güc olaraq, maddiyyat olaraq, iş olaraq mühürlərinizi, addımlarınızı vurmağa başlayırsınız. Bu aktivlikdən istifadə edə bilsəz, xərçənglər şans sizin yanınızda olacaq. 83%-ə qədər həftənizi xərçənglər uğurlu edə bilərsiniz. Yəni o uğuru, o şansı getdikcə öz əlinizə almağı bacaracaqsınız. Bu potensialı sizdə görürəm. Sağlamlıqla əlaqədar olaraq qidalara fikir verirsiniz və mayyeni bədənimizdə su mübadiləsini gücləndirir. Çünki bizim bədənimizdə mayye qan cəhətdən dövranın aktivləşməsi tam stabil şəkildə deyil. Buna fikir verirsiniz xərçənglər. Əqrəblərə gələndə isə əqrəblər negativ həftə deyil, amma bu həftə hər şeyə qarşı biraz sınmışlığınız var, biraz ümidsizliyiniz var, biraz solğunluğunuz var. Özünüz öz dominantlığınızı, öz dəyərinizi, özünüzün vacibliyini bu həftə kəşf etməlisiniz. Çünki əqrəblər sizin xüsusi bir gücünüz var, sizin xüsusi bir enerjiniz var. İnsanların sizdən qorxub çəkinəcəyi bir, belə deyim də, auranız var. O gücü qaytarın. Hər şey qarşı zəifliyiniz, ümidsizliyiniz, narazıçılığınız, halsızlığınız bəsdirin də o şey. Aktivləşməlisiniz, o dalğanı gücləndirməlisiniz. Başa düşürsünüz? Yəni bu həftə başlayaraq siz o dalğanızı, yeraltı təkanları, sualtı təkanlarınızı aktivləşdirməlisiniz. Maddisal dəngənizi stabilləşdirəcəksiniz. Tək əqrəblər təkliyi sevirlər. Tək əqrəblər həyatınıza elə bir insan gələcək ki, dominantlığınızı, istədiyiniz gücü, istədiyiniz idarəni, sizi qoruma və qucaqlamanı əldə edəcəyiniz insanlar həyatınıza gələcək. Tək əqrəblər varsa, ya bu həftə fədakarlıq həftəsidir. Bacardığınız qədər insanlara mənfəət olaraq, mənəviyyat olaraq, psixoloji olaraq dəstək və belə deyim də qoruma enerjisinə keçməlidir. Çünki bu həftə qucaqlayacaqsınız 10 addım evren sizə qucaqlama, enerji, təmizlik, aktivləşmə verəcək. Bacarırsa həftənin sonlarına doğru mühitinizi, yerinizi, şəhərinizi, rayonunuzu dəyişin. Çünki mühit dəyişkənindən sonra bilirsiniz də ən gözəl enerji torpaqdan gələn təmiz enerjilərdir. Özünüzü aktivləşdirməyə əqrəblər bacaracaqsınız. Göz altı narahatçılıqlar, piylənmə, mədə-altı vəzdə bəzi problemlər var. Bunların əqrəblər qabağını almalısınız. Bədən sağlamlığınızı, kilovuza ciddi bir şəkildə əqrəblər fikir verməlisiniz. Ümumi dəyərləndirsək, 75%-ə qədər həftənizi əqrəblər uğurlu edə bilərsiniz.